Hər kəsə salam. Bu günləri İnci Baxşaliyevanın 5-ci 8-ci siniflər üçün olan kitabından səhifə 57-də tapşırıq 3-ü bir-bir izah edirəm. Çünki uşaqların ən çox çaşdığı məqamlar məhz buralardır. Bir-bir oxuyuram, hamısını izah edirəm. 1. Can I have butter? Butter sözü yağ, sayıla bilmir. Sayıla bilmirsə, many işlənə bilməz, a few işlənə bilməz. Bircə dənə cavab qalır, olur some. 2. He has, onun var, money, pulu. Pul sözü sayıla bilmir. Sayıla bilmədiyi üçün many'ni silirik. Some'ı da işlədə bilərik sayıla bilməyəndən. A lot of'u da işlədə bilərik. Dalını oxuyuram. He owns 2 large apartments. O sahibidir 2 dənə apartmanın, böyük, geniş apartmanın. O 2 dənə apartmanın sahibidirsə, onun bir qədər pulu var, yoxsa çox pulu var? Cavab çox pulu var. Əgər 2 dənə geniş apartmanı dairəsi varsa, deməli onun pulu çoxdur. Ona görə cavab olur a lot of. 3. Do you want sugar in your tea? Çayınla bir qədər, yəni çayınla içməyə qənd istəyərsən, çayında qənd istəyirsən, sugar sözü sayılmır, çay sözü sayılmır. Bu da deyir, birazca zəhmət olmasa, sayıla bilməyənlərdən də a little işlədirik. Ona görə 3-cü cavabı olur a little. 4. Deməli, DVD sözü, DVD'lər, bölündə də s-sı var. Deməli, cəmlənib. Cəmlənibsə, deməli, sayıla bilir. A little sayıla bilməyəndən işlədilir. Much sayıla bilməyəndən işlədilir. Bircə dənə cavab olur a lot of. I have a lot of DVDs. Mənim çoxlu DVD'lərim var, disklərim var. 5. I shall be ready in minutes. Minut sözü dəqiqə, dəqiqələr. Deməli, sayıla bilir ki, cəmlənib. Sayıla bilənlə a little işlənməz. Sayıla bilməyənlə a little işlənməz. Cavab olur some. Əgər bu testlərdə səhvlik yazıbsızsa, hamıdan artıq dərəcədə xahiş edirəm. YouTube kanalıma girərlər. Noun dərsi part 1, noun dərsi part 2. Orada bunların hamısını ətraflı izah eləmişəm. Tapşırıq 6-dan davam edirəm. Time, vaxt. Vaxt sözü sayılmır. Sayılmayanlardan da how many yox, how much sualı veririk. How much time do you need to finish your homework? Ev tapşırığını bitirmək üçün nə qədər vaxta ehtiyacın var? Tapşırıq 7. Books, kitablar. Kitablar sözü sayıla biləndir. Ona görə də sual verərkən how many? How many books have you read in the last 2 months? Son 2 ayda nə qədər kitab oxumusan? Ona görə cavab olur how many. 8-ə baxıram. Chair sözü stullar. Cəmlənibsə, deməli ki, sayıla bilən isimdir. Bu zaman much'ı silirik. Cavab ya many'dir, ya few. Bilirik ki, many çoxlu deməkdir. Few az deməkdir. Və hər ikisi sayıla bilənlə işlədir. Ona görə bu cavab da olar, bu cavab da olar. Onda cümlənin dalını oxuyuruq. Bizim var az stulumuz, amma bizim daha çoxa ehtiyacımız var. Yoxsa bizim var çox stolumuz, daha çoxa ehtiyacımız var. Əgər deyir ki, daha çox stola ehtiyacımız var, deməli öz stolları azdır ki, daha çox stola ehtiyac var. Misal gətirirəm. Evimizdə qonaqlıq eləyirik. Evimizdə 10 dənə stul var. Qonşuya gəlib deyirsən ki, mənim evdə stulum azdır. Mənə daha çox verə bilərsən? Yoxsa deyirsən məndə stul çoxdur, mənə daha çox ver. Çoxdursa niyə borc alasan ki? Eyni məntiqdir. Deyir bizim ehtiyacımız var more, daha çoxuna. Daha çoxuna ehtiyacımız varsa, deməli evdə stullarımız azdır. Ona görə 8-ə cavab olur few. 9-a baxıram. Bread sözü çörək. Çörək sözü sayılmır. Sayılmırsa few işlədə bilmirik. Ya little, ya a little. Cümlənin dalını oxuyuruq. Bizim var az çörəyimiz. It is not enough for the dinner. Axşam yeməyi üçün kifayət qədər deyil. Və biz YouTube'da yenə də deyirəm. İsim dərsi part 1, isim dərsi part 2. Little və a little'ın fərqini izah etmişəm. Deməli, a little sayıla bilməyənlərlə kifayət qədər, little sayıla bilməyənlərlə kifayət olmayan qədər. Əgər axşam yeməyinə kifayət deyilsə, onda biz a little yox, little işlətməliyik. Bizim az çörəyimiz var, axşam yeməyinə bəs etməyəcək. Bəs etməyəcəksə, cavab olur little. Əgər desəydi ki, az çörəyimiz var, amma axşam yeməyinə bəs edir, onda cavab seçəcəkdik a little.
Bu testin izahı oldu bu qədər. Əgər bu dərsdə yenə də çaşmalarınız olursa, zəhmət olmasa əvvəlki videolara Noun dərsi part 1 və part 2-yə baxın, daha sonra tapşırığı yenidən işləyin. Sağ olun, hələlik.